Hamıya salam mənim əzizlərim. Yeni vloqumda hər birinizi xoş gördüm. Çoxdan da evimizə yeni soyuducu lazım idi. Ona görə həmişəki kimi üst tutduq həyat komforta. Neçə gündür saçımı yuyuram. Olduğu kimi də qalır belə pırpız başla gəzirəm. Yayda xoşuma gəlir. Düzü səliqəsiz görünür, amma elə bilirəm yayda olar. Artıq seçimlərə başlamışıq və özümüzə uyğun soyuducunu axtarırıq. İstədiyimiz soyuducunu götürə bilmərik, çünki bizdə soyuducunun yeri mətbəx mebelinin içindədir, ölçüyə uyğun almalıyıq. Biraz baxdıqdan sonra bizim ölçülərə uyğun ideal bir soyuducu tapdıq. İçini sizin üçün göstərirəm. İçi düzdür, biraz dardır. Amma yenə də ölçülərə uyğun olduğu üçün bunu götürmək qərarına gəldik. Burada yoxlayırıq, işləyir, işləmir, necə işləyir, rejimlərini izah eləyirlər. Burada qəşəng münasib qiymətə airfryerlər var. Mən öz cihazım üçün istəyirəm almaq. Amma mən cihazlıq alışverişimi buradan eləməyəcəm, çox güman ki. Burada prosta sizin üçün qiymətləri çəkim. Bekonun 227 manatda. Qix daha münasibdir. Belə bu da var. Burada hər şey var. Hər şey deyəndə, yəni cihazlıq hər büdcəyə uyğun var. İndi termoslara baxırıq. Nənəmə termos almaq istəyirik. Nənəm 2 nəfər olduğuna görə 4 litrlik belə termos seçdik onlar üçün. Ondakı limiti var bu reyəcən dolmalıdır. Su bu yazıyacaq olmalıdır. Əgər çox doldursanız, su qaynadı, döyəcəkdir, daşır axı. Daşıb bu da bu hissələrə ziyan verəcək. Mən indi mağazada hər şeyin qiymətinə baxıram. Tanınmış firmaların, nə bilim, paltar yuyan, tuz soran, hər şeyin qiymətinə baxıram. Başa düşürəm ki, cehiz almaq üçün çox pul lazımdır həqiqətən. Normal cehiz almaq üçün insanın gərək çoxlu pulu olsun. Sən istədiyin əşyaların keyfiyyətlisini alasan. Gəldim Kristala. İndi istəyirəm özümə bir dənə işıq alım, videoları daha keyfiyyətli çəkmək üçün. Burada olanlar bulardı. Görüm indi satıcıdan soruşum, mənə uyğunsa götürəcəm. Götürdüm seçdiyimi. Sadəcə olaraq keyfiyyəti çox, amma çox zəifdir. Prosta çarəsiz qaldım deyə götürdüm. Bir o qədər də bəyənmədim. Daha münasib qiyməti var idi. Onlar demək olar ki, işıq vermirdilər. Bu dükan çox yaxşıdır. Həm içində ev əşyaları var, həm usta ləvazimatları. Nə istəsən burada tapa bilərsən. Su, marojna, belə şeylər də var. Dayıgil bizi maşında gözləyirdi. Ona görə tez-tez işimizi həll eləyib gəldik maşına. Evə qayıdırıq, çünki gedən yerimiz var. Mən də dözə bilməyib marojnanı elə maşında yeyirəm. Bizi çatdırılmanı xalamın yoldaşı etdiyi üçün çatdırılmaya heç bir pul vermədik. Işığı gətirdim, quraşdırdım. İndi istəyirəm sizinlə bir yerdə evdə yoxlamaq və fikirlərimi bölüşmək. Ştativə əlavə 8 manata aldım. İşıqla bir yerdə deyil idi. Bu işığı isə 35 manata aldım. Keyfiyyəti desəz göz qabağındadır. Ştativ çox zəif dəmirdən hazırlanıb. Buralar plasmasdır. Yəni yaxşı sıxmaq olmur, qırıla bilər. İndi baxaq, deməli bu telefon tutacaqlarının da keyfiyyəti yaxşı deyil. Güclə hərəkət elətdirirsən. Yəni, keyfiyyət baxımından desəz qətiyyən bəyənmədim. Prosta vajna lazım olduğuna görə aldım. İndi işıqlanmasına baxaq. İşıqlanma pis deyil. Ağ işıqları yaxşıdır. 36 santimetrlikdir.
Mən maraqlanmışdım öncədən. Buradan istəsək işığını çoxalda bilərik, istəsək azaldıb rəngini soyuqlaşdıra, istiləşdirə bilərik və belə rəngli işıqları da var. Bunlar bilmirəm mənə harda ehtiyac olacaq, amma neysə də var üstündə. Bəlkə reelslər çəkəndə, shorts videoları çəkəndə ola bilər, ehtiyac olsun. Mən bu işığını bəyəndim, pis deyil. Amma gəlsək ki, 43 manata keyfiyyət çox zəifdir. 43 manata daha yaxşı keyfiyyətli ola bilər. Bəlkə mən 43 manata Temudan sifariş versəydim, daha keyfiyyətlisi gələrdi. Amma istədim özüm baxım, özüm canlı görüm, sonra alım. Adaptörü var belə. Adaptör deyil, USB deyil adaptörüdür. Bu da çox yüngül və boşdur elə bir içi. Yəni belə. İndi siz öz fikirlərinizi bölüşərsiniz. Sizcə 45 manata almağa, 43 manata buna verməyə dəyir, yoxsa dəymir? Mən istədim ki, sizin üçün çəkdiyim videolar daha effektli və daha işıqlı, gözəl olsun. Ona görə məcbur aldım. İnşallah səhifəmiz böyüsün, daha yaxşısını alacağım. Həmişə bizə qonaq gəlməli deyil ki, bugün də mən qonaq gəlmişəm. Samavarımız da qışın-qışın qaynayır. Birazdan çay içəcəyik. Burada da dayımgil manqalı hazırlayır. Bu mənzərəyə qarşı çayın ləzzəti də bir başqa olur. Görün gəlinimiz nə gözəl çay dəmləyib. Ev elə gözəl mənzərəli yerdə idi ki, heç vlogu davam eləmək üçün belə əlimə telefonu almaq istəmirdim. Bəh, balığımız da bişir. Balıq demək olar ki, hazırdır. Burada bir utancaq oğlan var, bizim yanımıza gəlmir. Burada özü üçün oynayır. Oy! Oy, neylədin? Mən də gəlmişəm bundan oynamağa. Ay Allah! İstəyir ki, bu maşını burada pləkanlardan aşağı atsın, mən də qoymuram. Ona görə yuxarıdan atır. Hə, İlyas? Atmaq olmaz. Atma, yaxşı? Burada sür, gəl bax, gəl bax. Bax, burada sürək. Burada sür. Hop. Biraz İlyasla oynadıktan sonra gəldim ki, süfrəni hazırlayırlar. Mən də telefonumu aldım, başladım yenə çəkməyə. Mən də kömək eləmək yoxdur, mən ancaq çəkirəm. Sonra da şikayətlənirəm ki, mən kökəlirəm. Bax, mən bu cür yeməklərin qabağında necə pəhriz eləyim? Necə? Sizcə bu mümkündürmü? Hər gün belə qonaqlıqlarda mən arıqlaya bilərəm? Əlbəttə ki, yox. Bu gördüyümüz Azərbaycanın qədim mətbəxinə aid, qədim kebab çeşidlərimizdən aid xan kebabıdır. Xan kebabı ümumiyyətlə quzunun iç havasundan hazırlanır, yəni ciyərlərindən, böyrəyindən hazırlanır. Onlar xırda-xırda doğrandıqdan sonra xüsusi ədvalar vurulur və xüsusi göyərtilər ona qatılır. Ondan sonra iç piy, pərdə piy dediyimiz hansı ki qarın əhatəsində olur. O pərdə vasitəsilə dolma kimi hazırlanır, bükülür və bu qayda duz istiotı əlavə olunur və bu qaydada bükülmüş vəziyyətdə kebab çəkilir. Çox ləzzətli kebabı olur bunun. Nuş olsun. Bəli. Xan kebabımız hazırdır. Mən xan kebabı xoşlamıram, amma bu çox ləzzətli görünür. İndi bunun axırına çıxarlar 2 dəqiqəyə. Bu da axşamüstü həyətin görüntüsü. İnsan belə mənzərəli həyət evi görəndən sonra bina evini istəmir. Görünür gözəl mənzərəli yerdadır. Təmiz hava, sərin külək, samavar çayı. Çayımızı da içək, qonaqlığımız başa çatsın, gedək evimizə. Bununla da gəldik bugünkü vlogumuzun sonuna. Əgər videonu bəyəndinizsə, like edib abunə olmağı unutmayın. Sağ olun.